Müxtəlif mövzularda sizlərin evlərinin qonağı oluruq. Bu gün də studiyamızın dəyərli qonağı ilə maraqlı bir, aktual bir mövzu ilə sizlərin xidmətində olacaq. Düzdür, bu mövzunu Ramazan ayından əvvəl dəyərli qonağımız başlamışdı. Elə bir mövzudur ki, 1, 2, 3 verilişə sığmayan bir mövzudur. O mövzu Qur'an-ı Kərimdə ibadət. İbadət ümumiyyətlə dəyərli qonağımız açıqlayıblar ki, ümumi ibadət və onun ətrafında olan xüsusi ibadət və namaz haqqında danışırdılar. Qur'an-ı Kərimdə olan, namaz haqqında olan ayələr. Siz də ekranda görünən WhatsApp nömrəsinə və YouTube sosial şəbəkəsi üzərindən öz suallarınızı yazıb göndərin. Verilişimizin ikinci hissəsində dəyərli qonağımız sizin suallarınıza cavab verəcəkdir. Studiyamızın dəyərli qonağı, çoxlarınızın tanıdığı Cənab Hüccətülislam Ustad Məhəmməd Baqir Sahibərdir. Ustad, mən sizi salamlayıram, çox xoş gəlmişsiniz. Aleykümselam və rəhmətullah. Mən də əziz tamaşaçılara, siz hörmətli cənaba salam ərz edirəm. Təşəkkür edirəm, Ustad. Ustad, Quran-ı Kərimdə ibadət və namaz haqqında olan ayələr haqqında danışırdınız. Buyurun, eşidək. Bismillahirrahmanirrahim. Əqimis-sələtə lidulukiş-şəmsi ilə qəsəqil-leyl. Bu ayə İsra surəsinin 78-ci ayəsidir. Allah-u Teala buyurur ki, namazı bərpa elə. Əqimis-sələt. Bəli. Peyğəmbərə buyurur. Əlbəttə Peyğəmbərə nə xüsusi olaraq, Peyğəmbərə ümmətin rəhbəri olaraq, yəni ümmətin hamısına. Çün 78-ci ayədə buyurur ki, siz Peyğəmbər olaraq sənə əlavə də vacibdir gecə namazı. Bunun ayədən göstərilir ki, bu əlavə deyil, bu hamı üçündür. Və əlavə dində aydındır ki, 17 rəkət namaz hamı üçündür. Ayrı sənədlər də var. Burada da xitab Peyğəmbərədir. Lakin Peyğəmbərə, İslam ümmətinin rəhbəri olaraq buyurur ki, namazı bərpa et, lidulukiş-şəms. Günəşin günartasından ilə qəsəqil-leyl. Gecənin yap qaranlığına qədər. Gecənin şiddətli qaranlığına qədər. Və Qur'an-əl-fəcr. Bir də bərpa elə fəcr oxumağı. Fəcrdə Qur'anı da bərpa elə. İnnə Qur'an-əl-fəcr kanə məşhuda. Fəcr oxumağı müşahidə olunur. Yaxşı. Əvvəla bizim 5 dənə namaz varımızdır. Sübhdir, zöhrüdür, əsridir, məğribdir, eşadır. Amma bunların təfsilatı, xırdalıqları, vaxtı ha vaxtdan havaqadır, ha vaxt qəza olur, ha vaxtacan ədadır, zöhrüncə vaxtı, əsrincə vaxtı. Qur'anda yığcam formadadır. İzaha ehtiyacı var. Bəli. Yəni, Qur'an bu sahədə hədis ilə izah olunubdur. Əsən hədislərin, sünnənin, Peyğəmbərin sünnəsinin, Peyğəmbərin hədislərinin, imamların hədislərinin bir öhdəçiliyi budur ki, bu cür ayələri izah eləsin. Ona görə Peyğəmbər Əkrəm hədislərdə var, Səllu kəmə rəəytumuni usəlli. Namaz qılın, necə görürsünüz mən nə cür namaz qılıram. Yəni, ayətdən sən eləyənməsən, Qur'anda 17 rəkət namazın xırdalığı ilə öyrənəsən. Məsələn, 17 rəkət namazı 17 rəkət olaraq Qur'andan çıxmır. Yəni, onlar ki, belənçi bir fikirləri var ki, biz ancaq Qur'an namazı sübut eləyənməzlər. Namazın əslini sübut edə bilərlər, ha? Namazın keyfiyyəti, namazın rəkətlərini, namazın vaxtlarını, namazın əda və qəzalarını, namazın əhkamını bu ətiullah və ətiur rəsulunla əmələ gələr. Bu ma atakumur rəsul fəxuzuh. Peyğəmbər nə gətirir, onu əxzəliyi ilə əmələ gəlir. Ona görə
burada 5 dənə namaz yerləşib, amma bükülü. Bəli. Buyurur, günortadan gecənin yarısınacan. Ayırmayıb ha. Buyurur, günorta, duluk şəms, o təfsirdə müxtəlif mənaları var. Dulukun 2 məna lüğətdə deyirlər. Ayrı mənalarda çağırırlar. Bir mənası meylidir. Günəşin meyli. Günəş bilirsiniz, şərqdən çıxır, gəlir ortaya, sonra meyl eləyir qərbə. Bəli. Ona deyirlər duluk. Ki, haman əlaməti zöhrüdür. Əlaməti zöhr şər'idir. Ərəb dilində zəval da deyərlər. Vaxtuz zəval. Yəni, günorta vaxtı. Zöhrün namazı onda vacib olar. Ona deyirlər duluku şəms. Çünki günəş nə edir? Meyl eləyir məğrib. Bir bəs meyli mənasındadır. Bir də dəlq sözü insanın gözü qamaşanda nə eləyər? Gözün bir... Gözün qaşıyar. Ona deyirlər dəlq. Çünki günün ya bu orta vaxtında gün birbaşa insanın baxsa günə düşür. Üzərinə saçar. Ona görə gözləri qamaşar. Deyir, o gözlərin qamaşan vaxtindən namaz qıl, ta gecənin o şiddətli qaranlıq vaxtinacan. Hər halda duluq ya meyli mənasında olsa lüğət olaraq, ya gözü qaşımaq mənasında olsa göz qamaşından, hər halda mənası aydındır, zohrudur. Yəni zöhr namazından başla, qəsəqdə o qaranlığın ya bu şiddətinə deyərlər. Bilirsiniz, gün ki batdı, qaranlıq başlanar, da gecənin yarısı qaranlıq olar, şiddətli. Ona gecənin o yarısına deyirlər qəsəq. Pəs biz qeydək bu tərcüməni sadələşdirək, günortadan gecənin yarısına namaz qıl. Ayənin mənası olar. Günortadan gecənin yarısına. Yoxsa, biz günortadan gecənin yarısına nə namazımız var? Bunu müsəlmanların indi qıldığı namazlar və hədislərimizin, Peyğəmbərimizin davranışı və göstərdiyi budur ki, 4 dənə namaz burada yerləşir. Zöhrüdür, əsridir, şamdır, xiftəndir. Amma ayırmayıbdır. Onu hədislər, onu izahlı sözlər, əlbəttə biz ayrı ayələr də var, Quranda Taha surəsində. Ki, nə də orada dəqiqləşməyibdir. Allaha təsbih eləyin axşam vaxtı, Allaha təsbih eləyin günorta vaxtı. Amma təsbihi, yenə təsbihi gərək namaz mən eləyək. O da deməyib namaz qılın, deyib təsbih edin. Deyək təsbih burada kinayədir namazdan, axşam nə mənədir, o birisi nədir, onları da yenə hədis ilə izah eləyək. Yəni Quranda bu ki aydın, şəffaf, bir sualsız namazın 17 rəkətinin rəkət olaraq, vaxt olaraq harda qutulur, harda başlayır, bu olaraq yox, Quran təkcə ayələrdən eləyənməsən sən bunu istifadə eləyəsən. Məgər ayələrlə hədisləri bir yerdə kənarında qoyasan. Yaxşı. Bir nüktədə bu ayədə budur ki, əqim demir səlli. Geçmiş cələsələrdə ərz eləmişəm. Namaz dinin sütunudur. Əs-səlatu əmudud-din. Namaz dinin sütunudur. Yaxşı. Vaxtı namaz dinin sütunudur. Bu, əlbəttə bu özü bir dənə geniş bir bəhsidir. Dində nələr sütun sayılıbdır? Bir dənə sütun yoxdur. Dində ayrı bir ifadələr də var, nələr sütundur. Bəzi hədislərdə var, cəmaat da sütundur dinə. Yəni, necə namaz mənəviyyəti içəridə bərpa eləmək üçün sütundur ki, mən dindarlığımı bərpa edirəm. Cəmaat da dində olmağı cəmiyyətdə dinin sütunudur. Hədislərdə var, cəmaat da dinin sütunudur. Bu cür hədislərdə var, Əmirül-Möminin Nəhcü Bəlağədə buyurur. Hər halda bu özü bir dənə geniş bir mübahisədir. Dinin sütunu demək nə deməkdir? Və dində nələr, hansı qaydələr, hansı məsələlər sütun kimin sayılıbdır? İndi biz o bəhs edərik, biz namaz ayələrini istəyirik ərz eləyək.
sütunu qılmazlar, bərpa eləyərlər. Bəli. Ona görə Quran əqim söz işlədir, səllə demir. Qurana deyir, oxu, fəqrəu, ma təyəssərə minəl Quran. Quranı oxu, amma namazı demir, oxu, qıl, bir bərpa elə. Niyə? İstəyir o ifadəni işləsin ki, bu sütundur. Sütunu bərpa eləyərlər. Əzan da ondaydı, qəd qaməti səlat. Namaz, bu sütun bərpa oldu. Sən bax, namazın vaxtı bərpa oldu. Qəd qaməti səlat, yəni sütunu bərpa eləmək vaxtı yetişdi. Hər halda bu əqimə o nüktənin davamıdır ki, Allah-u Teala istəyirsin ki, mən ki deyirəm namaz sütundur, o kəlməyə də riayət edirəm. Çox dəqiq və incə. Sonra buyurur ki, Quran el-Fəcr. Fəcr Quranı bizim rivayətlərimizdə sübh namazına təfsir olunubdur. Çünki bilirsiniz, namazın içində Quran var. Ona görə bəzən namaza da Quran işlənibdir. Fəcr Quranı, yəni sübh namazı. Bir hədis var, o hədisdə vardı ki, evizi zəyyinu buyutakum bi təlavətil Quran. Quran tilavəti ilə evlərinizi zinətləndirin və la təttəxizuha qubura. Evlərinizi qəbristanlıq eləməyin. Bu hədis minimum budur ki, namaz qılın evinizdə. Namazsız olmayın. Quran təlavət eləyin evinizdə. Bir geniş mənası budur ki, Quranın üzündə oxuyun elə. Evinizdə Quran oxuyun. Ən az mənası ki, bundan da xari olmayın, eviz bundan boş olmasın, budur ki, namaz qılın. Quran oxumasınız da ən azından namaz qılın. O da Quran oxumaqdır, istəyən bu deyim. O da Quran oxumaqdır. Yəni, alimlər bu hədisi mənə eləyəndə deyiblər, minimum bu hədisin misalı budur ki, əgər insan Allahla əlaqəni sifrə yenilirsə, onlar ölü. Evi də olar qəbristanlıq. Deyir, namaz qılın, eviz qəbristanlığa çevrilməsin, özünüzdə ölü olmayın. Bəli, Quran da Allahın kəlamıdır. Quran oxuyun, eviz qəbristanlığa çevrilməsin. Amma minimum Quranın misalı namazdır. Ona görə deyəm, namaza Quran oxumaq da işlənər ərəb dilində. Niyə işlənər? Çünki namazın içində biz nə işlədirik? Həmd oxuyuruq, surə oxuyuruq, Quran oxuyuruq da. Quran el-Fəcrən sübh namazı. İnnə Quran el-Fəcri kanə məşhuda. Sübh namazı müşahidə olunur. Yəni mənə müşahidə olunur. Məsələn, zöhr namazı müşahidə olunmur, əsr müşahidə olunmur. Hədislərdə vardır ki, çün insan sübh namazını əvvəl vəq qılsa, təşhəduhu mələikətul leyli və mələikətul nəhar. O namazı şahid olar həm gecə mələkləri, həm gündüz mələkləri. Yəni, iki qət buna savab verərlər o namaz barəsində. Ona görə bu elə bir müşahidə olunur. O birisi namazlar bir qətdir, müşahidə olunmur hər iki tərəfdən. Bu, hər iki qrupdan, gecə mələklərindən, məlumdur Allahın mələkləri də müxtəlifdir. O hədislər göstərir ki, Allahın gecə mələikəsi də var, gündüz mələikəsi. Bunlar yazarlar hər ikisi də insanın sübh namazını əvvəl vaxtda qılsa, təşhəduhu mələikətul leyli və mələikətul nar. Məşhudu bir bəna oldu. Bu ayənin bu axır cümləsini ikinci mənada eləyiblər. Baxın, bəzi ayələr var, xəbər verir, amma məqsədi xəbər deyil. Məqsədi göstərişdir. Bunu elmi dildə desək, fənni terminlərinə ixbardır, vəli inşa qəsd olunubdur. Yəni, xəbər verilir, amma əmr, göstəriş qəsd olunub. Məsələn, innəməl müminunə ixvə. Möminlər qardaşdırlar. Düzdür, bu xəbər verir ki, möminlər qardaşdırlar. Amma çoxlu möminlər bir-birlərindən dava edirlər, düşməni. Bu ayə göstərişdir həqiqətdə. Yəni, kunu ixvanəyn. Qardaş olun. Qardaş olunuz. İnnəməl müminunə ixvə. Düzdür, zahirdə xəbər cümləsidir. Bəli. Amma həqiqətdə bu cümlə nə mənədir? Göstəriş cümləsidir ki, belə oluz.
Bəli. Ya məsələn biz özümüz öz dilimizdə də danışarıq ha. Görürsən ailədə məsələn uşaq bir-birlərini oynayırlar, sonra savaşırlar. Deyirsən ki, qardaşsınız siz. Siz dostsuz. Dostsuz yəni dost olursunuz. Bəli. Yəni düzdür xəbər verirsən dostsuz. Amma məqsədin nədir? Dost olmaq. Dost göstəriş verməkdir, əmridir. Bəli. Bu cür ifadə dillərdə vardır. Xəbər deyənlər, göstəriş qəsd edənlər. O cür ayənin mənələ çox bir ayrı incə bir zat da tapılar bu ayədən. Fəcr Qur'anı sübh namazı müşahidə olunmalıdır. Bir budur ki, müşahidə olunur. O cür mənə elədik, dedik, mələklər müşahidə. Bir də müşahidə olunmalıdır. Yəni mənə, yəni bizə göstəriş verir ki, sübh namazında gedin cəmaat namazı qılın. Cəmaat müşahidiləsin sübh namazını. Gecə mələyi ilə, gündüz mələyi ilə işimiz yoxdur. Sübh namazı şəhərlərdə müşahidə olunsun. Hədislərdə İmam Zamanın zuhurunda sübh namazına təkid çoxdur. Vardır ki, məscidlərdə 12 dəfə sübh namazı dəyişiləcəkdir. Yəni, dolacaqdır, qılınacaqdır, sonra cinə cəmaat gələcək, dolacaqdır. Yəni, eybələm ehtimam, əhəmiyyət, diqqət sübh namazında olacaq ki, əzan ki verildi, hamı gələcək məhəllədə, bir dənə məscid var məsələn, hamı yığışacaq, yoxsa 2 rəkəti qıldılar, gedəcək, bəzi hədislərdə 12 dəfə məscid dolub boşalacaqdır. Bu şəhərdə müşahidə olunur. Bəzi din elemanları var, eleman. Eleman yəni din əlamətləri. Dini termində deyirlər şəair. Şəair yəni din görsənər. Bu cümlə, bu ayədə istəyirsin ki, sübh namazı bir şəhərdə, məsciddə qılına, cəmaat namazı ilə özdə təntənəli, o şəhərdə dindarlıq görsənər. Dinin əlaməti görsənər. Dinin əlaməti görsənər. Çünki o qədər diqqət, əsr namazı, məsələn, axşam namazı mümkündür. Hamı gələ, məsələn, bir sıra insanlar gəlirlər oradan. Hətta günorta namazında. Amma sübh namazına gələn az olar. Yəni 2 nəfər olar, 3 nəfər olar, 4 nəfər olar, 10 nəfər olar. Yox, sübh namazına diqqətiz olsun. Bu təbliğdir. Bu bir müşahidə olunur. Cəmaat tərəfindən diqqət mərkəzinə gəlir və bu cəzb edicidir. Usta, yəqin ki, bu müəyyən şərtlər əsasında olar da. Ola bilər ki, məsələn, elə bir məntəqədə ki, məscid var, amma orada belə deyək, sübh namazına getməyə yoxdur və qış vaxtıdır. Bunu istəyir desin ki, proqramımızda bunu da həyata keçdir. Mümkündür bu ayəni icra eləmək fəqət bir dana namaz qılanın öhdəsinə durmuyor. Bu ayəni icra eləmək məscidin ağsaqqalının da öhdəsində olar, məscidin axundunun da öhdəsində olar, məscidin sədrinin də öhdəsində olar. Bu ayəni icra eləmək bu mənada, ikinci mənada sübh namazı müşahidə olunmalıdır. Bu, hər kəsən özünün öhdədarlığı qədər bu, biri mümkündür qapını aça, biri mümkündür iştirak eləyə, biri mümkündür imam cəmaət ola. Bu ta sübh namazı nə ola? Müşahidə olunur. İnnə Qur'anəl fəcri kanə məşhudu. O ayələrdən biri də budur ki, Allah-u Teala burada namazın 5 dana namazı yerləşdirib, əlbəttə ərz elədim, yerləşdirib, nə təfsilatı ilə yerləşdirib bükülü formasında. Hədisin izahının köməyi ilə bu var və sübh namazına da burada bir diqqət yanaşılıbdır, diqqətdir. Bilirsiniz, namazların hərəsinin bir tərəfdən diqqəti var. Bu mənası bu da ki, hepsi namazlar diqqəti yoxdur. Məsələn, Bəqərə surəsində var, Hafizu aləs-səlavati və səlatil vusta. Orada da zöhr namazı əhəmiyyət verilibdir. Niyə? Çünki zöhr namazı işin vəsətindədir. İnsan bəzən işin içində mümkündür iş məşğul edə biləsin, namaz qılmaya. Orada gərək işini biraz tənzimləndirə ki, qalib gələ iradəsi və namazını qıla. O baxımdan mühimdir, Salatul Vusta. Orada ona təkid olunubdur. Burada da yuxudan durmaq, əvvəl insan bərəkətini Allahdan almaq, sübhi Allahın ibadəti ilə cəm ilə başlamaq. Bu da ayrı bərəkətlər var. Hərəsi bir ayrı tərəfdən Allah-u Teala yanaşıbdır və bizə əhəmiyyətini buyurubdur. Davamında
bir 79-cu ayədə cinə namaz barəsindədir. Amma da vacibi namaz deyil. Buyurur və minəl-leyli fətəhəccət bihi nafilətən lək. Gecə də təhəccüd, yəni yuxudan sonra durmağa deyərlər. Gecə təhəccüd. Gecə ayıq qalmaq, əlbəttə yatandan sonra. Bir gecə sən yatmayasan, kinoya baxasan, ona təhəccüd deməzlər. Yox, gecə sən yatasan, sonra biraz yatandan sonra təzədən durasan. Ona deyirlər təhəccüd. Yəni usta sübh namazından əvvəl, yoxsa məsələn sübh namazından əvvəl, gecə və minəl-leyl. Minəl-leyl yəni gecənin bəzisi. Gecənin bəzisin oyaq ol, o Qur'ana, yəni Qur'ana yəni dedim də namaza. Bəli. Nafilətən lək. Bu sənə əlavədir. Ona görə bu ayədən istifadə olunur ki, gecə namazı Peyğəmbərə vacib idi. Bu sənə əlavədir. Xalqa bu yoxdur vacib olaraq. Xalqa müstəhəb olaraq var. Amma nafilətən lək. Bu sənə əlavədir. Əsa ən yəb'əsəkə Rabbuka məqamən məhmuda. Bu gecə namazının qılmağı ilə səni Allah qaldırar bir məqama ki, hamı o məqamı tərif eləyər. İndi məqamı Məhmud nədir? Hamı o məqamı tərif eləyən Peyğəmbər o kəmala yetişər ki, hamı o məqamı tərif eləyər. Nə deməkdir? Ayrı bəhsidir. Sonraki cəlləsələrdə. Amma bu ayə göstərir ki, Peyğəmbərə gecə namazı vacib idi. Sure-i Muzzəmmildə ki, əvvələsən gecə namazı barəsindədir. Ya əyyuhəl muzzəmmil qumil leylə illa qəlilən ayağa qar. Orada bir nüktə vardır. O da budur ki, insan istəsə ürəyi açılsın, şərh-i sədr tapsın, hadisələrdə səbirli olsun, ürəyi geniş olsun. Allah-u Teala'nın nüsxəsi insana budur ki, gecə namaz qılsın. Peyğəmbərə buyurur ki, sən nigaransan, muzzəmmil yəni nigaran. Əlbəttə əsli lüğətdə mənası yəni o yorğanını, parçanı başına örtən. İnsan bəzən narahat olar, nigaran olar, bir fikrə gedər, gələr evdə məsələn bir zadı indi əllərin dizinə məsələn qoyar. Məyus halda, narahat halda. Məyus yox, bu fikirli halda. Məyus məsələ yox. Fikirləşir ki, nə edeyim? Bu məyus yox. Çıxış yolu axtar. Allah çıxış yolun deyir ki, sən yolun var. Axı Peyğəmbər risalətə yetişəndən sonra Allah-u Teala böyük bir ağır bir risalət biləsinə verdi. İnna sənulqi ələykə qawlan səqila. Elə Haman Muzzəmmil surəsində. Mən sizə ağır bir söz vermişəm. Ağır söz başa düşməkdə yox, həyata keçirməkdə. Peyğəmbərin sözləri, Quran ayələri ağır başa düşməkdə deyil. Yalan danışmaq ağır deyil. Yalan danışmağı həyata keçirmək ağırdır. Yəni belə deyək ki, Quranın ayələrin üzünü başa düşmək çətin olar. Çünki insan fitrəti ilə uyğun sözlərdir. Bəli, Quranın ayrı qəttləri var ki, insan gərək paçlaşa, insan gərək o sahəyə yələnə ta öyrənə. Amma Quranın üz qəti başa düşmək asandır. İnna Quran özü ləqət yəssərnəl Quran. Biz Quranı asanlaşdırmışıq ki, hamı Quranın başa düşsün. Amma başa düşmək bir şeydir. Həyata keçirmək ayrı şeydir. Qol-i səqil yəni həyata keçirmək ağırdır. Deyir Peyğəmbər, mən sənə qol-i səqil vermişəm. Yaxşı. Peyğəmbərə nisbət qol-i səqil fərq eləyir bizə nisbət qol-i səqilin. Bizə nisbət həyata keçirməkdir, Peyğəmbərə nisbət bizə başa salmaqdır ki, biz qəbul edəyək. Deyir, hövsələ istəyir, dözüm istəyir, istiqamət istəyir, şərh-i sədr istəyir. Çünki Quran Surə-i İnşirahda buyurur ki, inna ələm nəşrəh ləkə sədrək ki, o sənin ürəyi açıq olmasaydı, sənin belini sındırardı hadisələr. Balta belini sındırmazdı, cəmaatın etirazları, cəmaatın narahat edici sözləri, cəmaatın töhmətləri, cəmaatın sözləri Peyğəmbəri belini sındırardı. Deyir, biz sənə ürəyi geniş vermişdik, bu hadisələrdə sən ucalırdın. Şərh-i sədrun var idi, rəhmətəllil aləmin idin, yumuşaq idin, mülayim idin insanlarına. O hardan gəlmişdi? Bu surə göstərir ki, o gecə namazından gəlmişdi. O surəyə əvvəldən axıra oxursunuz,
Deyir ki, sən sübhlər məşğulsan cəmaatla, gecə xəlvətdə özünə enerji yığ, sübh eləyə bil cəmaatla, hörsələli danış, ürəyi geniş danış. Sən qidasız olsun, eləyənməsən cəmaatla hörsələli danışasan. O ayədən böyük bir tərbiyəvi nüktə də çıxır. Hər kim müdir olur, ürəyi də gərək genişlənə. Ürəyi genişlənmədir ki, Allahla əlaqəsini gücləndirir. Biri subaydı, bir həddə hörsələ lazım idi. Ailəli oldu, xanımına nisbət, uşaqlarına nisbət, ata olub, ana olub, orada biraz hörsələ. Orada biraz ibadətlərin, duaların çox atmalıdır. Biri müəllimdir, tələbələri çoxaldı, adamları çoxaldı. Həkimdir. O nisbət. Yəni, Allahla əlaqə, insanın cəmaatla əlaqəyə nisbəti gərək qorula, hifz ola, çoxala. Mən buna misal vururam. Bəzi maşınlar var, balacələr. Ona görə silindirləri azdır. Motorları balacədir. Amma əgər bir tir, bir böyük maşın istəsə ağır yükü aparır, onu görsən silindiri də çoxalır, motoru da güclənir. Niyə üçün ağır bir vəzni, ağır bir yük aparmalıdır? Peyğəmbər də üçün ağır yük aparır. Allah buyurub, sən gecə namazı sənə vacibdir, müstəhəb deyil. Bu ayə bunu da buyurur. Pəs bu iki ayədə həm vacibi namazlar yerləşibdir, həm də müstəhəbbi namaz, gecə namazı bəhsi var. Amma gecə namazının ancaq bu bəhsi vardır ki, Peyğəmbərə nədir? Vacibdir. Təşəkkür edirik Üstad, minnətdarıq. Qısa bir fasilədən sonra davam edərik. Hörmətli izləyicilər, qısa bir fasiləmiz var. Fasilədən sonra verilişimiz davam edəcək. Siz də ekranda görünən WhatsApp nömrəsinə, həmçinin YouTube sosial şəbəkəsi üzərindən öz suallarınızı yazıb göndərin. Verilişimizin ikinci hissəsində dəyərli qonağımız sizin suallarınıza dəqiq və geniş formada cavab verəcəkdir. Bəli, dəyərli tamaşaçılar, qısa bir fasilədən sonra yenidən sizinləyik. Adi TV televiziya kanalında yayımlanan Hidayət çəkməsi verilişini canlı olaraq izləyirsiniz. Mövzumuz Quran-ı Kərimdə ibadət idi. Daha doğrusu Quran-ı Kərimdə ibadətdir. Bildiyiniz kimi verilişimizin ikinci hissəsi siz dəyərli tamaşaçıların maraqlı, aktual suallarına ayrılır və siz də ekranda görünən WhatsApp nömrəsinə, həmçinin YouTube sosial şəbəkəsi üzərindən suallarınızı yazıb göndərin. Dəyərli qonağımız sizin suallarınıza dəqiq və geniş formada cavab verəcəkdir. Studiyamızın dəyərli qonağı Cənab Hüccətül İslam, Ustad Məhəmməd Baqir Sayıvərdir. Ustad, icazənizlə mən izləyicilərdən gələn sualları oxuyum. İlk olaraq YouTube-dan yazırlar ki, salam, axşamınız xeyirli olsun. Bəli, deyirlər ki, qiyamət var o dünyada. Bu sizcə doğrudur. İzləyici yazır, biz də məcbur oxumaq. İndi kim deyir? Bir Allah deyir, Qur'anda, Peyğəmbərlər deyir, cəmaat küçə demir ki, yəni Qur'anın 2000 ayəsi mərhum Əlləmi Təbatəbayın buyurduğuna görə qiyamət barəsindədir. Məşhur təfsirlərdə var, Qur'anın 6-dan biri, 1000 ayədən çoxu. Pəs deyənin biri Allahdır. Vədə ki, qiyamət var, Allah mütəaldır. Amma bu bir bəhsidir. İkinci bəhs bu əqidə bəhsiləridir ki, insan ağlı ilə də sübut eləyir. Yəni, bu fəqət demək bəhsi deyil. Yəni, sualın özündə cəhət belə soru şeydir ki, qiyamət niyə var? Yəni, kim deyir? Çünki əqidə bəhsində baxmazlar kim deyir, baxarlar nə deyir. Yəni, sən bu uslubu da cəhət dəyişə. Yəni, kim deyir, yox, nə deyir? Deyir, qiyamət var, niyə görə vardır? Qiyamətin niyə görə vardığını bir qeytərirlər Allaha. Ya nə cür Allaha? Çünki Allah həkimdir, qiyamət olmalı. Çünki Allah adildir, qiyamət olmalıdır. Bir bəhs Allah şinaslığın nəticəsi qiyamətdir. Yəni bir nəfər gəlir əvvəl tohidi dəqiq araşdıra. Tohid yəni Allah təkdir və əsma-i husnaya malikdir. Allah əsma-i husnalardan biri həkimliğidir. Həkim yəni Allah boş iş görməz. Məqsədsiz iş görməz, hikmətsiz iş görməz. Əgər insanın yaranışı dünya qədər olsa, Allahın həkimliği olmaz.
Sonra gəlibdir bilsə insanlar zülm eləyərlər, bilsə insanlar yeyərlər, obsilər, baxalar, müxtəlif bizatlar Allahın həkimliyi sual altına gedər. Çünki Allah həkimdir, bəs dünyaya həsr olmayıb yaranır. Bunu genişləndirmək olar. Yəni Allahın hikmətindən nəticə alınır qiyamətin, başqa aləmin olmağı. Əgər Allahın hikmətini biri qəbul edəsə, başqa aləm olar. Pəs bu subutundan tevhidin hikmət sifətindən qiyamət alınır. Bir ədalət sifətindən. Allah adildir. Ədalət yəni zülmün gərək qarşısını ala, zalimin cəzasını verə, məzlumun haqqını ala verə. Dünyada ki bu tam baş tutmur. Yəni ədalətsizlik var. Dünya hissəsi eləmə olmaz deyə bax, Allahın ədalətinin qabıdır. Əgər Allah adildir, pəs dünya qədəri də aləm. Ya gərək deyək, Allah adil deyil. Əgər Allah ədalətlidir, pəs bir ayrı aləmi var, o ədaləti orada həyata geçidir. Çünki qiyamət aləminə deyək. Hər halda bu iki dənə subut, Quran da bu iki dənə subutu, Quran da vədə veribdir, subutla vədə veribdir. Yəni bunlara insan gərək vaxt ayıra, əqidəsini dərk eləməyə gərək vaxt ayıra. Olmazsa insan əqidəsini elə belə küçədən alar. Deyirlər, demirlər. Yox, deyirlər, demirlər. Bəhsi də əvvələn Quran ayələridir. Araşdırsın, Quranı oxusun, görsün. Quran ayələrdə qiyamət barəsində sözü var, yoxdur. Bu bir pəs Quranın ayələridir, Allahın vədəsidir. Əlavə subutlar içi qiyamətə gətiriblər. Birazını dedim, hikmət subutu, ədalət subutu, biraz qeydir Allah şinaslığı. Biraz qeydir insan şinaslığı. İnsan ruhu var, ruh aradan gedən deyil. Ruh əslən ölmür, bədən ölür. Ruh bədəndən ayrılır. Əgər insan şinaslıqda bu nəticəyə yetişər ki, insanın bədənindən əlavə ruhu var, cinə başqa aləmin, dünyadan başqa aləmin məsələsi də biləsinə rahat aydınlaşar. Ona görə bizlər işlədərik, öldü yox, dünyasını dəyişdi. Kim dünyasını dəyişdi? Bədən yox, bədən qaldı qəbristanlıqda. O məni ki, həqiqəti məndir, ruhumdur, o dünyasını dəyişdi. Pəs biraz da qeydir insanşınaslıq bəhsinə, biraz da aləmin prosesində bəzi subutlar da var. Mən 3 dənəni hələ ərz elədim ki, tamaşaçı. Suallar da çoxdur. Ustad, təşəkkür edirik. Salam. Yazır ki, izləyici həminizə İmam Zaman əleyhissalam nə zaman zuhur edəcək bilmək istəyirəm. Kəzəbəl vəqqatun. Hədislərdə var ki, vaxt təyin eləyənlər yalan deyirlər. Heç kim vaxt təyin eləyənməz. Pəs ha zaman zuhur eləyəcək, biz bilmirik. O Allahın əmridir. Hətta hədislərdə var ki, bəğtətən, nacəhani, birdəm. Zuhur birdəm olacaqdır. Nəinki, necə adamın ölümü birdəmdir ilə filan kəs öldü. Adətən ölümlər belə deyək ki, zuhur həm belədir. Ölümləri mümkündür, bir dəfə xəstələnibdir, adam proqnoz eləyə bilər ki, həm bu da gedir. Amma zuhur bəğtətəndir. Necə ki, qiyamət bəğtə. Bəğtətən yəni nacihan, birdəm. Amma əlamətləri var zuhurun. Əlamətləri var ki, məhdəviyyət bəhslərində var. Amma vaxtın heç kim təyin eləyəməz. Allah əcr versin. Sual budur ki, Vəhhabilərin Əhl-i-Beyt əleyhissalam imamlarının qəbirlərini dağıtmağının nədir hökmü? İslamın baxımından türbət tikməyin əsasları hansı ayə və hədisdir? Bu bir geniş bəhsidir, burada olunubdur. Bir ayəsini mən ərz eləyim. Bir ayəsi Əshab-ı Kəhfin məsələsidir. Quranda Kəhf məğarasının bəhsində vaxtı ki, cəmaat o cavanları tapır, Kəhf məğarasında, məğaradalar, hərə bir təklif eləyir. Bir sıra adamlar da təklif eləyirlər ki, onların bu cənazələrin üstündə biz nə mənə tikək? Bir bina tikək. Və binayı olsun, ta bunlar yad olunsun, unudulmasın. Çünki bunlar bir sıra igidlər idilər ki, Allahın dinini qalmaq üçün beləcə bir əziyyətlərə və çətinliklərə düşdülər. Ona görə
Bu ayə sübutlarından Allah orada demir ki, o bu şirkidir ha, siz qəbirlərin üstündə, cənazələrin üstündə nə etməyin? Müzat tihməyin, bu olmaz. Bu ayəsini mən tapım oxuyayım. Bəli, buyurur ki, ayəni indi tapamadım. Sözü mən növbəti sual oxuyayım, bəli, siz tapana qədər. Bəli. Salamün aleyküm, 68 yaşım var. Əvvəl azanı deyirəm, sonra İmam Zaman əleyhissalamın duasını, sonra isə iqaməni deyirəm. Bəzi vaxtlarda azanla iqaməni qarışdırıram, namazın batilləmir ki. Əzan iqaməni qarışdırmaq namazı batil eləməz. Amma hər halda bunu qəsdən bu işi görməsin. Bəli. Əgər istəyir bu məsələni öyrənsin, kağızla oxusun. Lazım deyil ki, insan hifzlə oxusun. Əzanı da kağızda oxusun və iqaməni də kağızda oxusun. Söz növbəti sualı oxuyayım. Bəli, buyur. Salamün aleyküm, belə bir şey deyirlər. Allah sevdiyi bəndələrini daha tez öldürür. Bu doğrudurmu? Yox, doğru deyil. Yəni Allah... Onda 150 il yaşayan, məsələn, 100 il yaşayan adam... Allah sevdiği bəndələri onu sırat-ı müstəqimdə, xeyr işdə davam etdirir. İndi onun xeyri məsləhəti dünyasını dəyişmək olsa, o xeyri məsləhəti dünyada yaşamaq olsa, o Allahın öz işidir, xeyr, bəzən insanın ömrü mərtəənli şeytan olar. İmam Səccad buyurur ki, Allah o gün ki mənim ömrüm oturaq oldu şeytana, necə bu heyvanlar sürünü apararlar, bir nə deyərlər, o yaşıllıqlarda orada otarar, oturaq deyərik biz. Bilməm sizlərdə nə deyərlər, bu çera, dəşt, bir cür bir oturaq biz deyərik. Yəni o bir dağlıq olar, quruluq olar, bir də yaşıllıqdır. Yaşıllıq olar, bəli. Ona ərəblər deyərlər mərtə. Çünki heyvanlar gedərlər orada nə edirlər? O tələf yiyərlər. Deyir Allah, əgər mənim ömrüm şeytanın mərtəyi oldu, şeytanın qidası mənim ömrümdən irəli gəldi, mən də onda ömrümü al. Mən o ömrü yaşamaq istəmirəm ki, hər gün günah eləyəm, hər gün günahım çoxala. Amma o vaxt ki, mənim ömrüm salihlər yolunda oldu, mənim ömrüm xeyr yolda oldu, onda niyə insan buradan salih işlər çoxaldar və əməlləri xeyr. Ona görə ömr, bəzi hədislərdə var, insan silə-i ərham eləsə ömrü çoxalar. Nəinki bu günahı çoxalar. Yəni, bu silə-i ərham eləyəndə şərait, mümbit yaranar ki, çox savablar qazansın. Növbəti sualı icazənizə oxuyuram. Salam aleyküm, axşamınız, bəli, bu heç. Bəli, ətir vurmaq haramdır? Xeyr. Ətir vurmaq haram deyil, amma bir xanım əgər bir cəzbedici otkolun vura, küçüyə çıxa və bundan məqsədi də bu ola ki, insanları bu yolla bir o Allah'ın sizi cəzb edir, bunda ona günah olar bu məqsədlə. O ayədə ki, deyirdim, 21-ci ayə Kəhf surəsindədir. Fəqalu obnu aleyhim bunyanən. Dedilər bunlar, o cəmaat ki, gəldilər, bunların o mağaranı gördülər ki, daha öldülər tazadan. Dedilər, onlara bir bina tikək. Ki, qalsın onların üzərində, əleyhim, bunların üzərində bina tikək. Allah-u Teala da Qaləl-ləzinə qələbu əl-əmrihim lənəttəxizənə əleyhim məscidən. Onları bir yer düzəldərik ki, cəmaat gələr orada Allaha səcdə eləyər. Cəmaat gələr orada Allah yadına düşər. Hər halda bu ayə 21-ci ayə göstərir ki, onlar bir dünyanın dəyişənin hərəm ola, dünya dəyişənin yeri bir bina ola və insanlar oradan Allah yadlarına düşər. Mühim baxın, bəzi məsələləri səhv insanlar bəzən başa düşürlər. Əgər bir insanı sən məbud qərar verdin, bəli, olar şirk. İnsan ola məbud. La təd'u məəllah ilahən axər.
Allahın kənarında ayrı adamı məbud olaraq çağırma, məbud olaraq. Ki ona pərəstiş edirsən. Amma bir insanı Babullah olaraq, nə məbub olaraq, Allahın qapısı olaraq, Allahın siratı olaraq, ondan insan Allahı tanısın. Nəbiyyullah olaraq, vəliyullah olaraq ki, o yolundan Allahın ayəsi olaraq, Allahın nişanı. Bu, əslən, Allahın Qur'anda bu sistemidir. Peyğəmbər Allah niyə göndərir? Göndərməsən də özü birbaşa danışsın. Çünki Peyğəmbərlə insan Allaha yetişir. Peyğəmbərlə Allaha yetişir. Hərəmlə də Allaha yetişir. Məscidində Allah olar və hamımızı vəsaitdirlər Allaha çatmağa. Mühim budur ki, insan o qəsdindən ki, onları məbud qərarı verə, o olmaya. Heç kim də hərəmləri məbud qərar verməz. Bəli. Ustad, suallarımız biraz çoxdur, mümkünsə qısa cavab verək. Növbəti izləyici yazır ki, salam, şəhidlərə qəbir evində cəza var. Bir də şəhidlərin cənazə çürüməməyi doğrudur. Şəhidlər qəbir evində cəzası var, mümkün də olar. Baxın, şəhidin günahları bağışlanır, haqqullah günahları. Hədislərdə var, ilk qan ki, şəhiddən töküldüyü yerə, o günahları hamısı bağışlanır. Amma bu haqqullığa aiddir. Haqqünnasa aid deyil. Haqqünnasda insan gərək ya həlallıq ala, ya Allah Müteal məsələn qiyamətdə razılıq ala, o qədər məzlumun, məsələn bu birinin haqqını yiyibdir, onun pulunu alıb verməyibdir, borc alıb verməyibdir, ya oğurluq eləyib verməyibdir. Bunu ya razılaşdıra. Bəli. Hədislərdə var, bəzi insanlar Allah öcür razılaşdıracaqdır. Deyəcək, sən günahlarından götürürük, savabları veririk, ta bunu həlal edəsən. Hər halda haqqunnas belə rahat bir məsələ deyil ki, insan bağışlana, gərək o tərəf var. Pəs şəhid də mümkündür cəzalana. Nə cür cəzalana? O haqqunaslara görə. Ona görə hədis vardı, İmam Hüseyin əleyhissalam buyurdu ki, hər kimin boynunda haqqı vardı, bizlə gəlməsin. Kərbəla şəhidlərində bu imamın cümlələrindən biri budur. Ona görə bu sadə bir məsələ deyil ki, biz namaz qılaq, cəmaatın haqqını riayət eləməyək, borcun cəmaatın verməyək, cəmaatın malını yiyək budur. Amma o birisi sualda ki, aya şəhidlər də çürüyə bilərlər. O çürüməmağın özünün misra qanunları var, tam hamısını biz bilmirik. Amma bunu qəti tarixdə görünüb ki, bir sıra pak insanlar bədənləri nə olmayıbdır? Çürüməyibdir. Bu konkret nümunələr çoxdur. Amma bunun qanunu nədir? Maddi qanun deyil. Belə deyək ki, çürünməmək materialı vurublar onlara. Axı, Misirdə bu xatirə ki, bədən çürüməsin, mumyaya eləyiblər də, yəni o bir sıra materialı. Mənəvi aləmdə ayrı zadından bu olubdur. İndi o əməl, o ibadət, o paçlıq, o nədir? Yəni, dəqiq mən bilmirəm o nədir. Yəni, hansı əməllərin tərkib olur ki, insanın cismi nə olsun, çürüməsin. Amma konkret cismi çürüməyən alimlər var, pak insanlar var ki, bunların bəzi hadisələrdə qəbristanlara təmir eləyəndə, qəbristanları onları sökəndə, məsələn, o torpaqları görüblər bəzi cənazələr nə mənədir? Çürüməyiblər. Məsələn, Şeyx Səduq, mərhum Şeyx Səduqun bu neçə yüz ildən sonra görüblər cənazəsi o çürüməyib və bu asan tarixdə nəfər araşdırsa, çürüməyən, bədəni çürüməyən insana konkret sözdür. Yəni, belə deyək ki, məsələn, bir nəfər deyir, iki nəfər deyir. Çoxlu insanlar var, amma qayda qanununu, bir sıra hədislərdə var, insan məsələn, 40 gün quslu cümə eləsə, bədəni çürüməz. Amma bunun da diqqəti vardır ki, insan bəzən bu 40 gün quslu cüməni saxlamaz. Eləyər quslu və sətdə bəzən adam vedrəni bulaqdan su doldurar, amma məqsəddə nə eləyər? Aparanmaz, yolda calıyər. İndi mümkün insan quslu cümə eləyə, bu quslu cümənin ziddin də eləyə. Ki, o quslu cüməsini nə eləyə? Aradan aparar. Salam, axşamınız xeyir, Allah sizlərə kömək olsun. Sual. Cənazə 3 qusul veriləndən sonra burnundan qan gəldi cənazəyə. Götürüb
gəldi, götürüb cənazəyə 3 dənə təyəmmüm olundu. Sidr, kafur və təmiz su əvəzində. Bu nə qədər düzdür? Daha qusl verəndən sonra qan da gəlsə təmizləyərlər. Əncə quslu batil olar. Quslu batillər ki, o qisməti nəcis oldu, nəcisi təmizləyərlər. İkinci sual, qəbristanlıq xristian və müsəlman bastırılan. Bağışda bir daha üstədə, yəni insan özü qusl eləyəndən sonra burnundan qan gəlsə nə edər? Quslu batil olmazsa, o qayda burada da amandır. Salam siz və usta salamlayıram. Mən səfərə çıxacağam xarici bir ölkəyə. Bizlə, səfərə çıxacağam Dubaya. Bizlə Dubayın saat fərqi eyni. Namazları Azərbaycan azanı ilə qılmalıyam. Xeyr, hər yerin özünün ofoqunun namazı var da. İnsan orada birdə Azərbaycan ofoqu olmazsa orada elə o ölkənin ofoqu olar. Hər ölkə, hər məntəqənin ofoqu ilə vaxt təyin olunar və ondan namaz qılınır. Bəli. Sonra bir səsli mesajımız var, onu dinləyək. Selamun Aleyküm Rahmetullah. Ben bir sorun var. Aleyküm selam. 1925. ildə 4 məmsul imamların qəbiri Vahabilər tərəfindən dağılma məqsədi nə olub? Ne üçün dağılmışdılar? Təşəkkür edirik, sual üçün. Bəli. Məqsəd bu idi ki, onlar səhv bir düşüncələri var dinə nisbət. Onlar bu cür şeyləri şirk bilirlər. Deyirlər ki, qəbirlərin üstündə hərəm düzətmək şirkidir. Hətta cürətləri olsa, Peyğəmbər Əkrəmin də hərəmini dağıdarlar. Yəni Məscid-i Nəbini yox ha, Peyğəmbərin özünün nəyini, evini ki, qəbri oradadır. O da dağıdarlar. Amma bu müsəlmanlar üçün qoymaz bu işi, o cürətləri yoxdur. O daha tamamı müsəlmanlarla üzbəyiz gələrlər. Amma bu ifrati, cahili bir düşüncədir ki, güya qəbrin üstündə bina tikmək şirkidir. Əsli baxışları budur və bu səhv baxışdır, ayə baxımından, hədis baxımından və sən şirki bunlar təriflərində şirkə düçardılar. Mən dəfələr ərz eləmişəm. Bunlar öz başlarından tərif edirlər şirki. Yəni şirki də Allaha şərik qoşurlar. Çünki şirki də gərək Allahdan alalar ki, şirk nə deməkdir? Tohid nə deməkdir? Bunlar özləri şirki tərif edirlər, özləri tohidi tərif edirlər, gəlirlər sonra dinin yanına. Bunlar şirki də dindən almalıdırlar, nədir? Tohid də dindən almalıdırlar. Bürclərə inanmaq düzgündür. İnanmaq nə deməkdir? Yəni, burculara inanmaq, yəni sənin taleyi burcu təyin eləyir, xeyr. Burcu insanın taleyini təyin eləmir. Amma bu iki burcuların təsiri var insanın həyatında. Məsələn, mümkündür, bəzi vaxtlar insanın həyəcan hissiləri çoxala. Çünki hər halda burcular hərəkətlərin, kürələrin insanın bədənində, insanın fiziki, psixoloji cəhətində təsirləri var. Burcu bu iki münbit şərait yarada bilər bəzi hadisələrə. Bəli, biz qəbul edirik. Əsən, burada peç yandırsan, isti olsa insana təsiri var. Qalsın burcu. Yəni, bu təsir aləmdə hər hadisənin təsiri var insana. Təsir olar. Amma bu iki mənim həyatımı burcu təyin eləyir. O nə gördü mənə o formayam? Yox, insan həyatını öz iradəsi təyin eləyir. Sizdə 2 mələk dəstəsi var, biri gecə, digər gündüz. Onlar sübh və əsr namazlarında növbə dəyişirlər. Gecə mələkləri səhər göyə qalxar və deyərlər, ey Rəbbimiz, biz onların namaz qılarkən tərk etdik. Bu hədis səhihdir. Əsr yox, sübh namazı. Sübh namazında dəyişirlər. Yəni gecə əsrdən sonra məğrib, yəni gecə mələkləri, hədis yoxdur. Əsrdə Mələikətül Leyl. Mələikətül Leyl ha vaxt başlanır gün batandan. Gün batandan sonra mələklər var. Atan bu İsra surəsinin ayəsinin hədislərində özü də bu hədislər fəqət Şiə məzhəbində də yoxdur. Bu hədislər kullən tamamı məzhəblərdə vardır ki, gecə mələklərimiz də var, gündüz mələklərimiz var. Bu ayənin təfsirində əslan İnnə Qur'anəl fəcri kanə məşhudar. Bir izləyici yazır, özür istəyirəm, qadın zina edərsə, onun günahı nədir? Hər halda bu günah böyük bir kəbirə günahdır. Yəni yazmaq istəyirəm, cəzası nədir? Və yaxud da ki... Cəzası o ayrıdır. Yəni bir nəfər dünyada
dünya cəzası var. O İslam hakimiyyətində bir sıra qaidə qanunları var, hüquqi bir cəzaları var ki, Quran buyurur əz-zaniyyətü və-zani fəclidu kullu vahidin minhuma mi'ətə cəldə. Quran Nur surəsində o cəzasının birin buyurur 100 qəmçi şəllaqdır. O və bunun ayrı qayda qanunları var fiqhi baxımdan. Bir hüquqi və fiqhi baxımdan bəhs edir. O gərək sübut ola, lüzumu yoxdur insan bu günahını da başqasına deyə. Bəli. Yəni bu etiraf günaha Allaha savabı var, nə xalqa. İnsan xalqa günahını deməməlidir. Bəli, Allahına demək. Xalqa günahını demək qeybət olar özündən. Qeybət necə başqasından haramdır, özündən də haramdır. İnsan qeybət yəni nə? Yəni gizli günahları aşkar eləmək. İnsan başqasında gizli günahını aşkar eləməməlidir, özünün də. Allah-u Teala insanın abırısını Kəbədən üstün bilir. Erzul mu'min əfsəlu minəl Kəbə. Öz abırısı da Kəbədən üstün. İnsan öz abırısını aparmamalıdır cəmiyyətdə. Bəli. Pəs bu dünya baxımından budur ki, dünyada insan öz günahlarını Allaha etiraf eləməlidir, tövbə eləməlidir. Amma əgər sübut oldu, o özü, məhkəmə özü bilər, o qayda qanunlar var. O yerlərdəki İslam qayda qanununa icra olur, bir nə odur, ayrı yerdə başqa cürdür. O söhbət ondan. Söhbət budur ki, axirət üçün də gərək tövbə eləyək. Bəli. Dua zamanı əlləri necə açaq? Dua zamanı barmaqları oynatmaq müstəhəbdir. Mən onu görməmişəm. Dua deyil, əlləri açsın, Allah-u Teala səma burada məcazi mənadadır. Göydən, yəni mənəviyyət aləmindən həttəmən əli boş qeytərməz. Bəli. Bəli. Növbəti izləyici belədir ki, yazır ki, salam, tez-tez Allaha şükür namazı qılmaq olar. Dua edərkən Allahı çox sevməkdən ötürü ağlamaq pisdir. Allahı sevməkdən çox düşünmək. Yaxşıdır bunlar hamısı. Elə tez-tez şükür namazda. Amma insan baxın, o işi bizə daha çox tapşırıblar, tanımaqdır. Allahı daha çox tanımaq, bu səbəblə elə insan həmişə daimi zikr olsun. Bəli. Yəni, bir budur ki, biz fəqət əməlinə Allaha yaxınlaşaq. Quran deyir, İləyhi yəsədul kəlimut təyyib. Suud eləyir, yəni qarxır Allaha tərəf pak əqidə. İnsan nə qədər əqidəsini gücləndirsə, tanımaqla, insan Allahın tanımağına vaxt ayıra, ilahiyyat kitablarını mütaliə eləyə, alimlər ki, ilahiyyat barəsində, Allah barəsində, qiyamət barəsində danışırlar, onların dərslərində otura, moizələrində qulaq asa, söhbətlərində qulaq asa, istər huzuru, istər bu qeyri-huzuru, yəni offline şəkildə. Onlara nə qədər mərifəti dinə çoxalsa, mariflənsə, o qədər Allaha yaxınlaşar. Bəli. Ona görə biz əməlin kənarında mərifət və imanımız da çoxaltmalıyıq. Bəli. Salam əleykum. Bəli, qadın namazda bilərəkdən saçının bir telini ya bir hissəsini ya ümumən qolunu çöldə qoysa, hicabla örtməsə, bu namaz batıl olur. Bəli, bu namaz batildir. İnsan bilərəkdən bu işi görsə, namazın şəraitini riayət eləməyib. Tabii namazın insan şəraitini riayət eləməsə, namaz olmazsa. İnsan bilərəkdən bir dana telefonu 1-2 vursa da o məqsədə çatmazsa ayrı yerə danışır. Bəli. Salam, Allah ömrünüzə, elminizə bərəkət versin. Dəyərli ustadımıza belə bir sualım var. Nə üçün mübarək Fatihə surəsi 2 dəfə nazil olub? Bu, bunun əhəmiyyətinə görədir. Yəni, Allah istəyir desin ki, o qədər. Quranın özündə də əslən, Allah nemət belə sayır. Deyir Peyğəmbər, mən sənə Quran vermişəm və Fatihə surəsi vermişəm. Belə bir Fatihə surəsi Qurandan ayrıcadır və Quranla əslən paralel bir nemətdir. Yəni, eyni halda ki, Quran içindədir, Qurandan da ayrı sayırılıbdır. Bəli. Növbəti sual belədir ki, salam axşamınız xeyir, deyirlər Ramazan ayında şeytanları Allah Taala zəncirləyir. Bəs görürsən ki, bu ayda da şeytani hərəkətlər vəsvəsəli olur. Bilmək istəyirəm, əslində şeytan nədir? Şeytan bir varlıqdır. Fəqət günah şeytandan irəli gəlməzsə, günah insanın nəfsindən də irəli gələr. Bəli. Şeytan zəncirlənib, mənası bu da ki, günah olmaz. Mənası budur ki, sən özün gedəsən, günah eləyəsən, şeytanın da zəncirin açasan. Yəni, ayrı vaxtlar şeytan özü də səni qıcıqlandıra bilər, cəzb eləyə bilər, təhric elə bir sənə dəvətnamə göndərir. Bir nəfər
toyuna, haram toyuna sənə dəvətnamə göndərir. Burada sənə bir hiss yaratdı, maraq yaratdı, gedəsən. O dəvətnamə gəlməyəcəkdir sənə. Amma mümkündür sən özün gedəsən toya. İnsan ta nəfsi vardı, günah vardı. İnsan fəqət şeytanla günah eləmir ki, şeytan insanın nəfsindən faydalanır, insan özü yenə günah edir. Ona görə hər zadı şeytanın başına salma olmaz. İnsan özünün iradəsinin başına salmalıdır. Şeytan da zəncirlənsə, insan bəzən özü şeytan hətta zəncirin açar. Bəli. Başda rəhbərliyi olmalı, siz və ustadı salamlayıram. Ustadımıza belə bir sualım olacaq. Subay oğlanla evlənib boşanmış bir qız ailə qura bilərmi? Bəli, ceyb yoxdur. Yəni, problemi yoxdur. Əgər bir xanımı şərən tələq verilə, nə fəqət zaksıdan, yəni zaksıdan ayrıla, şəri tələqdə baş verir, ondan sonra eləyə bilər ailə qursun. Bəli. Salam aleyküm, sualım budur ki, namaz insanı günahlardan çəkindirər. Adam var ki, namaz da qılır, yenə də günah edir. Bu nə ilə əlaqəlidir? Niyə bəzən insan namazda qılsa təqvalı ola bilmir? Bəlkə də istəyir günah etməsin. Bunu geçmiş cələsələrdə biz danışmışıq. Mən misalım fəqət vurum. Bu bizim ibadət ayələrdə biri sən o ayə idi. Nəs-sələtə tənha anil fəhşa. O ayənisinə baxsın. Amma mən misalım vururam. Peç otağı issi eləyər. Niyə bəzi otaqlar peç yana issi olmaz? Çünki pəncərə açıqdır, qapı açıqdır. Bəli. İnsan peçin issiliği, bəli, bu özünün bu səlahiyyəti var bura qızdırsın. Bəli. Amma sən hər nə alırsan, buranın istiliğini verirsən, çölə gedir. İnsan vaxtı gözü ilə günah eləyir, vaxtı ağzı ilə günah eləyir, vaxtı qulağı ilə günah eləyir, vaxtı qapıları açıbdır, pəncərələrini açıbdır günaha, o istilik peç qəlbində qalmaz. Bəli. Bir sualım var. Hər hansı qüsulu alarkən və yaxud dəstəmaz alarkən xüsusi dualardan sonra salavat deyirəm. Bunun düzmü edirəm? Bəli, insan salavatı hər halda desə düzdür. Bəli. Salam aleyküm, hörmətli ATV3 kanalını və dəyərli ustadlarımız. Allah hər birinizə sağlam və mənalı ömür əta etsin. Bizim suallarımız səbirlə dinləyib cavab verdiyin üçün Allah sizə əcr versin. Sualım bundan ibarətdir ki, mühasibəçi əqli ilə qəlbin iman və eşqini, fərqini qısa olsa izah edərdiniz. Hər ikisi də insana lazımdır. Yəni, bu iki əql ilə eşqi bir nəfər üzbəyiz qola, bu səhvi baxışdır. Eşq bağlanar, əqli düşünər. Vaxt insan yolu düşündü, düşündüyü yola eşq ilə də bağlanar. Bəzi insanlar, mən bir kitab təqdim edirəm, Şəhid Mütəhhərinin, Ustad Murtəza Mütəhhərin Kamil İnsan kitabını oxuyun. Orada insanın kamilliği fəqət əqlinlə deyil, fəqət eşq ilə də deyil, hər ikisi iləndir. Bəli. Ustad, təəssüf olsun, vaxtımızın sonuna gəlib çatdıq. Bəli, yaxşı olur. Suallar çox qaldı, Ustad. Çünki belə deyək, bəzi suallar olur ki, çox vaxt tapar. Qısa bir dua ilə inşallah. Allahdan istəyirik bizi dini tanıyıb, dinə əməl edənlərdən qərar versin. İlahi Allah. Təşəkkür edir, Ustad, minnətdarıq dəvətimizi qəbul edib gəldiyiniz üçün. Belə dəyərli tamaşaçılar, bugün də bir hidayət çeşməsi verilişinin sonuna gəlib çatdıq. Vaxtımız az, amma suallar çox. İnşallah ki, üzürlü sayarsınız. Biz çalışdığımız qədər sizin suallarınızı cavablandırırıq. Biz sizləri başa düşürük ki, siz suallarınıza cavab almaq istəyirsiniz. Amma siz də bizləri başa düşün ki, vaxtımız azdır, suallarınız çoxdur. İnşallah sabahki verilişdə növbəti dəyərli qonağımız da sizin suallarınıza cavab verəcək. Sabahki verilişdə görüşmək ümidi ilə sağ olun, gecəniz xeyrə qalsın.